İndi açsanız bu video kanaldakı ən vacib deyərdim 10 videodan biridir. Deməli bu videoda sahib olduğum bütün kitabları göstərəcəm. Yəni keçən dəfə Telegramda söz verdiyim kimi gizlətmədən hər biri haqqında danışacağıq. Hər biri hansı kateqoriyadandır, yəni niyə var və sizin də həmin kitabı oxumağınızın yararı nə olar? Yəni bu məni trader olaraq tanıyırsınız, düzdür. Amma mən sadəcə trader deyiləm. Mən hər istiqamətli, yəni necə deyim, bir çox istiqamətdə olan birisiyəm. Yəni tək bir marağım, tək bir istiqamətim yoxdur. Mən hal-hazırda market bağlansın, trading olmasın, mən bunun alternativ olaraq bir çox işlə məşğul ola biləcək, bir çox eyni zamanda bacarığa sahib, yəni əvvəlcədən bəzi bacarıqları özümdə inkişaf etdirmiş biriyəm. Yəni bu videoda da bu haqqında danışacağım çox vacib şeylər var ki, göstərəcəyim kitablar var ki, siz də eyni zamanda şərt o deyil ki, kimsiniz, trader ola bilərsiniz, YouTuber ola bilərsiniz, biznesmen ola bilərsiniz. Bu kitablar, bu sayacağım mövzular, haqqında danışacağım mövzular hər kim olursunuzsa olun çox vacibdir. Deməli belə başlayaq. Bir neçə indi kitabdan başlayaq. Bunu hələ ki əlimin altdakını saxlayıram. Biraz sonra çox, çünki ən vaciblərdən deyərdim. Videonun qalan hissələrində bunun mövzusu gəldikcə haqqında danışacağam. Ona görə gəlin belə eləyək. Bəzi kateqoriyalarda olacaq kitablar, hamısını kateqoriya getməyəcəm. Əlimi atacağam yanımdan. İstənilən random kitabı götürəcəm və bunun hansı kateqoriyaya aiddir, necə bir kitabdır. Bunun üstündən biraz da məlumat verib, ondan sonra keçəcəm növbəti kitaba. Video ola bilər ki, uzun olar, amma inanın ki, çox faydası toxunacaq. Və onun adı ilə mən göstərəcəm ki, bu kitabları necə, harda ödənişsiz formada tapa bilərsiniz və yaxud da ala bilərsiniz. Yəni bu sponsorlu bir video deyil. Yəni kitab mağazası ilə filan əməkdaşlığım yoxdur. Sadəcə olaraq sadəcə özünüz necə ödəniş tapa biləcəksiniz bu haqqda danışacağam. Deməli, əlimə atıram, random ilk kitabdan başlayırıq. Deməli nədir? Storytelling Animal. Belə bir kitabdır. Deməli, yəni ki, bu oxşar mövzularda başqa kitablar da var. Daha çox evolutionary psychology, evolutionary biology, yəni bir növ insan behaviorı, yəni insan davranışlarıdır. Bunun cəmiyyəti necə formalaşdırmağıdır, onların, necə deyim, psixologiyasının və yaxud da davranışlarının arxasında hansı tarixin dayanmağıdır və s. Bu, həmin kateqoriyaya aid olan kitablardandır. Çox vacib kitabdır. Sonra deməli, növbəti kitaba keçsək, Elçin. Bəs bu kitab deyək ki, hansı kateqoriyadandır? Bu daha çox belə deyək. Əgər ki, bir biznesiniz varsa və yaxud da nəsə bir startup başlatmaq istəyirsinizsə, yəni bir növ artıq klassik ideyaların yox, fərqli ideyaların da, fərqli, yəni ki, sizə necə deyim, o hər kəsə oxşar olmayan ideyaların da eyni zamanda çox böyük təsirləri ola biləcəyi haqqında bir kitabdır. Yəni bunu daha çox satış və biznes, daha çox yaradıcılıq kateqoriyasına aid edə bilərəm. Sonra növbəti kitabımız gəlir. Bu kitab mənim ilk aldığım kitablardandır çoxdan. Atomic Habits, bunun adını eşitməyən olmaz. Sadəcə belə deyim, bestsellerlardandır. Bu kimi kitablar çox populyardır, çox alınır, çox maraq görür. Amma problem orasındadır ki, bu kimi kitablar, yəni çox sadə dildədir deyə hər kəs başa düşür deyə bir o qədər də çox effektiv olmur. Sadəcə olaraq yenə də pis kitab deyil. Deməzdim ki, Atomic Habits pis kitabdır. Vərdişlər haqqındadır. Vacib mövzulardan da düzdür vərdişlər, yeni vərdiş sahibi olmaq, başqa bir vərdişi tərk etmək. Amma yəni best of bestlərdən deyil. Yəni necə deyim, populyar, sadə, effekt ola biləcək. Yəni yenə də yararsız kitab deyil, amma populyarlığı filan yenə də bunların pis tərəfləridir. Yəni o qədər sadə olması da pis tərəfləridir. Növbəti kitaba keçirik. Deməli, nə gəlir? Baxaq görək. Bu da eyni zamanda bizneslə bağlı kitablardandır. Bir növ hər hansısa bir biznesə sahibsinizsə, necə deyim, onun gələcək istiqaməti, yəni ki, hal-hazırda elədiyiniz şeylər gələcəkdə alınmayacaq və gələcəyi bir növ fərqli horizonlarla analiz etmək lazımdır. Hər şey dəyişəcək, tendensiyalar dəyişəcək, yəni rəqabət şərtləri dəyişəcək və fərqli, yəni necə deyim, yaxın müddətli, orta müddətli və uzun müddətli baxış bucaqları bu və sair şeyləri əhatə edir. Bir qədər, yəni necə deyim, sadə kitabdır, amma yenə də yararsızdır deməzdim və bunu da eyni zamanda burada biznes kateqoriyasına
əlavə edirəm. Sonra deməli növbəti hissəyə keçək. Növbəti kitab. Gəldik tarix mövzularına. Bir qədər belə scientific, belə popular science deyim, necə deyim. Stephen Hawkingin, yəni Zamanın Qısa Tarixi, bir qədər bu da populyar kitabdır. Yəni yenə də necə deyim, ümumi sizin biliyinizi artırmağa kömək olacaqlardandır. Bunu da eyni zamanda mən tarix kimi və yaxud da popular science kimi bir kənara qoyun. Bunu da bir kateqoriya kimi hesab edək. Axırda yəni baxaq ki, neçə kateqoriyaya bölmüş olduq. Lean Startup, bu da sadə ümumi startup kitablarındandır. Bunu da eyni zamanda biznes tərəfə əlavə edirəm. Belə qoyaq. Sonra gəlir nə? Emotional Intelligence 2. Və bu adi bildiyimiz digər Emotional Intelligence kimi deyil, bir qədər sadələşdirilmiş variantıdır. Digərini daha çox məsləhət görərəm. Psixologiya kitabımı, daha çox behavioral science kitabımı, öz təbiətini daha çox dərk eləməyim, belə deyim. Bunu storytelling animalına demək eyni kateqoriyaya qoyuram. Nə qədər biraz da uzaq olsa da bir-birlərinə eyni kateqoriyada qalacaq. Sonra növbəti gəlir. Bu da populyardır. O qədər də şey deyil, amma yenə də almışam durur orada. Satış psixologiyası deyək. Yəni bunu da şey tərəfə əlavə edirəm. Biznes və satış hissəsinə. Sonra çox sevdiklərimdən biridir. Hooked. Və bu kitab deməli, ümumi insanlarda, yəni bir vərdiş halına alacaq məhsullar formalaşdırmaq haqqındadır. Bir qədər yenə satış və biznes istiqamətinə aiddir. Bunu da o tərəfə əlavə edirəm. Və gəlir bizdən business. Yəni bizim genlərimiz, bizim ümumi, yəni necə deyim, məməli olduğumuz faktı və bundan qalan baislər, təbiətdə bizdən qalan baislər, hal-hazırda onlar bilmirik, fərqli anlamlar vermişik, fərqli cür romantikləşdirilmişik. Məsəl üçün elədiyimiz vərdişlər olsun, bədənimizin düşüncə tərzimizi necə zəhərləmək olsun, necə deyim, əslində rasionallaşdırdığımız irrasional qərarlar olsun. Bu çox kimi belə şeylərə əhatə edir. Məsələn, yemə vərdişləri olsun, asılılıqlar olsun. Yəni belə sadə mövzuları əhatə edir, amma yenə də effektiv kitablardandır. Bunu da bioloji ayırdığımız birinci hissəyə əlavə edirəm. Sonra bir qədər fərqli mövzulardan da gedək eyni zamanda. Deməli. İndi gələk fiction'a, biraz da bura keçək. Biraz da gələk fiction'a. Yəni bir növ daha çox əsərlərə tərəfə. Deməli, populyar olanlardan Animal Farm var məndə. Sonra deməli, başladım kitablardan başqa. Milenaya məktublar Kafkanın. Sonra yenə bu demək olar Azərbaycan dilində kitabım budur. 1984 George Orwell'ın klasiklərdir. Yəni tək Azərbaycanca olan kitab. Sonra deməli davam eləyək nələrdən? Bu da eyni zamanda Harsing, daha çox biznes yönümlüdür. Yenə daha çox satış, biznes yönümlü. Sonra gəlir yenə 0 to 1. Bu da eyni zamanda daha startup sayağı, daha nəsə layihələr mi deyim. Yəni yenə bayaq ayırdığımız biznes kateqoriyasına aiddir. Sonra deməli gələk bunu kateqoriyanın ən çox xoşladığım kitablarından birinə Choice Factor. Yəni bu kitab mənə görə möhtəşəmdir. 25 dənə içərisində behavioral bias var. Yəni çox möhtəşəmdir. Yəni necə deyim, o qədər şeydir ki, yəni sadədir, düzdür, qısadır. Belə götürsək 127 səhifə falan, amma çox vacib kitabdır mənə görə. Və bunun kimi növbəti bir vacib kitab. Bayaq bu kənarda gizlətdiyim Contagious by the Things Catson. Bu da eyni zamanda çox mükəmməl kitab. Yəni bu ikisini çox sevirəm. Mən yəni necə deyim, əvəz olunmazlardan, hal-hazırda stolun üstündə olanlardan. Bir şeyin yayılmasıdır, onun çox haqqında danışılmasıdır.
və buradakı behavioral, yəni davranış baisləri haqqındadır bu kitab. Yəni mənim demək olar vacib kitablarımdan. Və bir qədər də vacib eyni zamanda xoşuma gələnlərdən Obviously Absent. Bu da eyni zamanda pozisiyalama haqqındadır. Hansısa bir biznes, hansısa bir layihəni necə ən yaxşı formada pozisiyalamaq olar. Yəni həmin market şərtlərində ən yaxşı pozisiyalamaq haqqında. Sonra gələk, davam edək. Bu da bioloji şeyə əlavə edə bilərik. You are not so smart. Bunların bəziləri var ki, hələ oxumamışam. Sadəcə olaraq eyni zamanda bunların da bizim məməli təbiətimizin, bizim heyvani təbiətimizin hal-hazırda necə baislər yaratdığıdır, yəni nələrə kör olduğumuzdur. Yəni özümüz haqqında daha çox öyrənirik və özümüz haqqında nə qədər çox öyrənsək, bir o qədər çox yaxşıdır. Sonra, yəni yaxşı deyəndə bunu hər anlamda yaxşıdır. Həm bir trader olaraq eyni zamanda siz necə deyim, özünüzü emosional olaraq, yəni necə deyim, o şeyə gətirə bilməyiniz, öz niyyətli formada emosional yaddaş yarada bilməyiniz, bu öz bioloji tərəfinizi nə qədər çox belə yaxşı bələd olsanız, bir o qədər yaxşı öz üstünüzdə işləyə biləcəksiniz. Yəni limitləyici inanclardan daha rahatlıqla çıxa biləcəksiniz. Bir növ observer şəxsiyyəti yarada biləcəksiniz. Niyyətli formada fərqli arxetiplərinizi bir mövzu ilə əlaqələndirib gücləndirə biləcəksiniz. Yəni və sair çox şey. Bunu da tarixə əlavə edərdim. 6-cı yox olur. Sixth extinction. Sonra nə var? Populyarlardandır. Marx Aurelius Meditations. Bunu hara əlavə edə bilərəm? Atomic Habits-in üstünə qoyuram. Bir qədər yox, ya da bura qoymuram. Hara qoymaq olur? Yaxşı, qalsın burada hələ ki, Atomic Habits-dir, Meditations'dir. Bir-birinə biraz yaxın mövzulardır. Sonra deməli nə var? Xoşuma gələnlərdən. Why we sleep? Niyə yatırıq? Yəni ki, bu da yuxu ilə bağlı deyərdim ki, mütləq ki, oxunmalı olan kitablardandır. Bunu da bioloji tərəf əlavə edirəm hələlik. Sonra deməli populyarlardan güman ki, gördüyünüz Never Split the Difference, bu negotiations danışıqlarla bağlıdır. Yəni yenə bunu da biznes qisminə əlavə edirəm. Hələ ki, ən çox çıxartdıqlarım daha çox biznes psixologiyası, behavioral science tipli bu kimi kitablardır. Hələ davam edəcəyik başqa kitablarla da. Bildiyiniz başqa bir kitab var. Bunda eyni zamanda bayaq meditations şeylər vardı, 80-20. Buraya əlavə edirəm. Deməli, sonra davam edək. Bu mənim çox sevimli kitabım. Bunu onsuz da bilirsiniz, çox haqqında danışmışam. Bunu deməli əlavə edirəm. Bioloji tərəf əlavə edirəm. Trader olaraq mütləq ki, oxumalı olduğunuz kitablardan. Breakthrough Advertising. Bu da eyni zamanda satış, reklam. Əlavə edirəm. Davam edək. The Selfish Gene. Bu da eyni zamanda bioloji, evolutionary biology. Sonra bu da vacib. Sosial primat. Yəni bunların bir çoxusu bir-birinə yaxın mövzulardır. Təkrarlanan məsələlər var içərisində. Yəni bir növ oxşar ola bilər bəzilərindən. Birini oxuduqca digərini oxuyanda siz onu daha da yaxşı başa düşəcəksiniz. Yəni necə deyim, baxış bucağınızı genişləndirmiş olacaqsınız. Əvvəlki kitabda öyrəndikləriniz burada daha rahat gələcək. Bir referans nöqtəniz olacaq. Sonra deməli burada Art of War, bu da kitablardandır, populyarlardan. Çox köhnədir bu əslində. Bunu da tarixə əlavə edirəm. Yox, tarixə yox. Olar ki, tarixdə qalsın hələlik. Sapiens var. Burada bunu da tarixə əlavə edirəm. İnsanlıq tarixi haqqındadır. Bu kitab var. Into the Wild. Deməli, bu gənc, burada gördüyünüz gənc bəzi problemlərdən dolayı, yəni yaşadığı, sadəcə çantasını alır,
$24.000 var, onu xeyriyyəyə bağışlayır. Alaskaya gedir. Orada özü vəhşi təbiətdə yaşayır. Sonra nə bilim onun hekayəsidir bir növ onun başına gələnlər. Özü jurnalı var. Və bir gündə burada hansısa bitkidən zəhərlənir, şeyin içində ölür. Onun şey haqqındadır. Bunu əlavə eləmək olar. Into the Wild. 1984-ün üstünə qoyuram. Bir də bir kitab var. Belə oxumadığım kitabdır. Sadəcə bir də durur orada. Bunun başqa kitabları da var. Psychopaths, Idiots. Psixologiya hissəsindən əlavə edeyim. Dursun orada. Baxarım, hələ necə bir şey olduğunu bilmirəm. Emosional beyin və limbik sistemlə bağlı bu kitab var. The Limbic Brain. Sadə deyil, biraz daha elmi bir kitabdır. Daha çox emosional beyin, limbik sistem, bu kimi mövzular, yəni hipokampus olsun. Ben bu kimi şeylər mənim maraq bölgəm daxilindədir. Bu kimi məsələləri araşdırmaqdır, dərinə getmək istədiyim mövzulardandır. Həmin istiqamətdə də eyni zamanda araşdırmalar falan edirəm. Yəni limbik sistem, neokorteks, yəni beynin quruluşu, necə istəməsi, necə yaddaş yaratması, yəni bunlar həmişə mənim maraq bölgəmdə olan mövzulardır. Deməli, predictable, irrational. Bu da eyni zamanda satış və şeylə bağlıdır. Daha çox, yəni daha biznes kitabıdır. Bu hissəyə ortaya əlavə edirəm. Sonra gəlirik. Yenə reklam, satış və biznesdən bağlı olan bu var, influence. Daha populyardır. Pis kitab deyil, qoyuruq bura. Bu arada bəziləri var ki, hələ çox oxumamışam və yaxud da yarısındayam. Onları nəzərə al. Sonra belə bir Thinker'dan bir kitab var, Ego is the Enemy. Yəni pis kitab deyil. Deməz o qədər də yararlı mı? O qədər şey də deyil, amma yəni pis də deyil. Bunu da qoyuram bayaq bu Atomic Habits'ti, 80-20 Meditations, bu kimi şeyləri kateqoriyaladım bölgəyə. Sonra deməli növbətdən gedək. Yenə biznes kitabı gəlir. The Cold Start Problem. Sonra deməli keçirək ekranı bu tərəfə. Növbəti kitab gəlir. Yenə satış, spend. Daha çox consumer behavior yenə bu. Yəni istehlakçı davranışları, yəni bu tipli bir kitabdır. Yəni bunlar yığdığım dəhşət şeylərdir. Bunlar yəni ki bir biznes, bir necə deyim, consumer, yəni bir növ qazanc, yəni əsas da economicsdə, yəni əsas iqtisadiyyatda dəyər yaradan consumerlardır. Consumerlar olmasa o dəyər də hər hansısa bir növdən yaranmaz. Onlar o problemlərinin həllini almasa, hər hansısa bir şey ola bilər, ya servis ola bilər, ya bir dəyər ola bilər, ya yaxud da məhsul ola bilər. İqtisadiyyatın şeyi odur, kökü odur. Yəni bir növ burada olan şeylər bunun üçün çox vacibdir. Hər nə ilə məşğul olursunuzsa olun. İstər servis, yəni bir qazanc yeriniz varsa, mütləq ki bir yerdə o consumer'a dayanır. Hər hansısa bir yerdə. Çox sevdiyim dikkadet. Alış, yəni insanlar niyə alır? Bunun arxasında bir soru. Sonra Expert Secrets var. Yenə reklamçılıqla bağlıdır. Yəni biznes və satışa əlavə edirəm. Trial var, Kafka'nın. Bir növ bunda klassiklər əlavə edirəm. Yəni bu da çox mükəmməldir. Yəni bir vaxtda danışmışdım. Məhkəməyə düşən və niyə məhkəmədə olduğunu bilməyən, niyə yargılandığını bilməyən bir insandır. Bunu Into the Building üstünə əlavə edirəm. Sonra gəlirik The Moral Animal. Bu da bayaq ki izah elədiyim, daha çox yenə evolutionary psychology haqqındadır.
Bunu da eyni zamanda birinci hissəyə limit beynin üstünə əlavə edirəm. Sonra bir trader olaraq, yəni bir traderin şeyində olacaq kitablardan, Intermarket Analysis. Yəni yenə deyirəm, trading haqqında kitablar cüzisi yaxşı ola bilər. Bu da eyni zamanda nəsə qata biləcəyini düşünüb aldığım kitablardandır. Interkorrelasiya marketlər, qlobal market əlaqələri, bunların necə təsirlədir? Yəni bir növ belə şeylər əhatə edir. Bunu hara əlavə edə bilərəm? Qalsın yəni ki, burada tarixin üstə qoyanmara bura yerləşdirək. Sonra çox sevdiyim, demək olar, kitab oxuyanların əksəriyyətinin oxuduğu mütləq ki, ilk başlarda Metamorphosis. Türkçəsi Dönüşüm, Değişim Kafkanın da eyni zamanda çox qısa bir kitabdır. 50-60 səhifəlik, çox sevdiyim möhtəşəm əsərdir. Nə gəlir? White Nights var, Beyaz Gecələr, Dostoyevskinin. Bunu da əlavə edirəm üstünə şeyin Metamorphosisin. Sonra gəlir. Nöz var. Bunu da eyni zamanda şeyin üstünə əlavə edirəm. Yine biznes bayağı haqqında danışdım kitabları. Daha çox bunun behaviorla biznesi görürsüz, demək olar qarışıqdır. Yəni psixologiya, behavior, davranış, biznes və satış bir çoxsu burada qarışıqdır üstə. Yəni görürsüz bu kimi mövzuları bir-birindən ayırmıram. Elə bir də həvəs aldığım bir novel var. Qorxu navlıdır və yaşıma daha az yaşlılar üçündür sizə isə. Sadəcə olaraq bir də almışam, nə vaxt oxuyaram. Bunu da şeyin üstə əlavə edirəm. Sonra nə gəlir? Sadə startup, sadə şeylərdən biridir. Eyni zamanda biznesə yaxın kitablarda. Yəni bir qədər bestseller tiplidir deyəm. Yəni bir də o vaxtdan həvəs aldığım, götürdüyüm kitablardandır. Sadəcə bu videoda hamısını göstərirəm deyə, vacib olan da olmayan da hamısını göstərirəm. Sonra keçirik. Nietzsche'nin kitabı var. Bunu da əlavə edirəm. Yine eyni zamanda bu hissə ola bilər. Meditations'ı bəyə qoydum. Lessons of History, yəni yine bir tarix. Bunu da Sapiens'in üstə əlavə edirəm. Management, Rules of Management sadə kitabdır, populyardır. Bir də vardı arasında kitabların. Bunu da əlavə edirəm biznesə. Sonra bax, bayaq dediyim kitab Emotional Intelligence çox vaciblərdəndir. Yəni bu mənə görə çox vacib kitab. Bayaq dedim Emotional Intelligence 2 göstərdim. Yəni əsası budur. Belə. Təşəkkür ekranı. Bunu da eyni zamanda qoyuram. Bayaq bioloji daha çox şeydən üstünə. Sonra nə gəlir? Sadə biznes kitablarından biri qalıb. Daha çox yenə bu da sadə startup kitabıdır. Bunu da bunun üstə qoyuram. Bəziləri görürsünüz, yəni hamısını göstərirəm. Çox sevdiklərimdən. Wuthering Heights, Emily Bronte'nin. Yəni çox mükəmməldir. Bunun haqqında çox danışmışam. Bunu da yerləşdirirəm yenə fiction novelların yanına. Və gəlir bu kitab. Tərcümə etsəm üzünü, səni bura gətirən, səni bura aparmayacaq. Bu da eyni zamanda biznesə yerləşdirirəm. Yəni ən çox görsəniz, indi bu baxsaq ümumi olaraq, ən çox kitablar şeydən oldu. Daha çox istehlakçı davranışları, satış psixologiyası, daha çox biznes, startuplar, bu kimi şeylər haqqında vacib hesab elədiyim kitablar. Sonra bir qədər belə sadə inkişaf kitablarım var. Yəni çoxsunu bildiyiniz.
tarix tərəfi var. Sonra eyni zamanda bunlar da çoxdur. Biyoloji, emosional, heyvani, bu kimi tərəflərini zət edən kitablar. Və bir də fiction. Yəni bilməm ya fiction, klassiklər. Bunların da içindən çox Kafka'nın, Emily Bronte'nin Wuthering Heights'ını, yəni ən bu ikisi, bir də Kafka'nın kitabları, bir də Emily Bronte'nin kitabı, yəni ən çox sevdiklərim bunlar. Yəni ümumilikdə, yəni belə əsas bu kitablarımı göstərdim. Birazca da belə yəni belə 25 dəqiqə demək olar hamısını göstərdim, hamısı haqqında danışdım. Vacib olanı, vacib olmayanı. Ümid edirəm ki, köməyin toxundu. Və eyni zamanda bu kitabları necə tapa bilərsiniz? Bəzilərini bunların tapdıqlarımı elə bura Azərbaycandakı kitab mağazalarından almışam. Burada olmayanlar bəzilərini isə bunların daha çox ki xarici şeylər var. Aynı zamanda saytlar var. Məsələn birini Amazondan tapa bilərsiniz, kitabın adını və sair kopyalayıb da. Eyni zamanda istəsəz Telegram kanalına girin və yaxud da Telegramdan mənə yazın. Oradan sizə göndərəcəm ki, hardan yükləyə bilərsiniz. Kitabın adını yazıb da ödənişsiz formada yükləyə bilərsiniz. Və ondan sonra da ki, onun PDF-ini çıxartıra bilərsiniz. Yəni bu kitabların bəziləri var ki, yəni ki, çıxartmadır. Yəni şey deyil. Yəni orijinal sifarişdən gələn kitab deyil. Onlar da eləyə bilərsiniz həmin kitablar. Yəni istənilən şeyi, yəni ki, belə həlli var. İstənilən kitabı belə tapa bilərsiniz. İstər proqramlaşdırma olsun, Orwell'in kitabları olsun, bunlar çox sperdi, machine learning falan, bu kimi istənilən bir kitabı, yəni ki, bu yolla eyni zamanda əldə edə bilərsiniz daha yolunu. Belə, sağ olun, növbəti videolarda görüşərik.